ünsiyyət çox vacib komponentdir. Bu, həyatımız boyu bizi həm dost kimi, həm düşmən kimi təqib edə bilər. İki tərəf də bir-birinin problemini fasilə verib dinləsələr, məncə bir-birlərini anlayarlar. Mən sırf sizə əks bir fikirlə gəlmişəmsə, siz nə edirsiniz eləyin, insanda onu dəyişə bilməyəcəksiniz. Hər kəs öz probleminə, öz stresinə yüklənir, gəlib qarşısındakı insanı anlaya bilmir. Biz dinləməkdən çox qarşımızdakını sözünü necə əksinə çevirəcəyimizə, ona necə cavab verəcəyimizə yönəlirik. 2x2 mayın 15-i 16:20-də Mədəniyyət kanalında. Bakalavr təhsilimi Naxçıvan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya ixtisası üzrə tamamlamışam. Bir müddət sonra Vladimir Bekhtev adına Psixonevroloji Elmi Tədqiqat Mərkəzində klinik psixologiya üzrə professional ixtisaslaşma sahəsini bitirmişəm. Psixoloq olaraq, mediator olaraq mənim sahəm insanları anlamaq, onlarla həmsöhbət olmaq, anlaşılmayan mövqelərini anlaşılan hala gətirməkdir. Hal-hazırda əmək fəaliyyətim 23 saylı mediasiya təşkilatında mediator, həmçinin Webmaster şirkətində daxili nəzarət və insan resursu analitikası şöbəsinin müdiri, psixoloq, konsultantdır. Əmək fəaliyyətim zamanı insanların ruhuna təsir etmişəm, onların anlaşılmaz durumlarında anlaşılan istiqamətdən yön göstərmişəm və hər zaman yararlı birisi kimi çalışmışam, yanlarında ola bilim. Gənclərə tövsiyəm budur ki, seçdikləri ixtisas üzrə, sevdikləri sahə üzrə daha çox vaxt ayırsınlar, ədəbiyyat, mütaliə və uğurlu insanların əhatəsində onların həyat tərzini, yaşayış tərzini mənimsəsinlər, öz arzularını gələcəyində qursunlar. İnsan düşüncəsinin məhsuludur. Nə düşünürüksə, əvvəl-axır həmin insan da biz özümüz olacağıq. Uğurlar hər birinizə. Salam əziz gənclər, 2x2 verilişində hər birinizi xoş gördük. Mən Elşad Səfxanov, psixoloq, mediator. Psixoloq olaraq bilirəm ki, ünsiyyət insanın əsas gücü, əsas silahıdır. Və bu gücdən yaxşı mənada istifadə etmək insanı həyata bağlayır, insanı özünü ifadə etməyə şərait yaradır, insanın arzusunda olduğuna çatmağa daha yaxşı zəmin yaradır. Bugünkü verilişimizdə hər birinizdən xahiş edirəm, mən burada nə mühazirə, nə də seminar demək niyyətindəyəm. Biz burada qarşılıqlı ünsiyyətdə olacağıq. Əgər mən auditoriya ilə ünsiyyət qura bilmirəmsə, mənim burada çıxışım da bir əbəsdir. Bu baxımından qarşılıqlı formada sual-cavab, hətta səhnə dialoqlarına qədər düşünmüşük ki, burada bizim nitqimiz vaxtı, danışan vaxtı, sözlərimizdə hansı yanlışlar olur da biz qarşı tərəfi başa düşmürük. Sizə deyim, ünsiyyət çox vacib komponentdir. Bu, həyatımız boyu bizi həm dost kimi, həm düşmən kimi təqib edə bilər. Əgər onunla dost olsaq, çevrəmiz bizimlə dost olacaq. Əgər
dost ola bilməsək, günün birində mən niyə təkəm? Məni heç kim başa düşmür. Mənim dostlarım yoxdur. Həyat niyə mənasızdır? Və s. və ilaxır üsyanımızı, etirazımızı bildirəcəyik. Çox aktual mövzudur. Ünsiyyət geniş anlayışdır. Amma ailədə ünsiyyət özəl anlayışdır. Ünsiyyətin ailə sferasında bugün danışacağıq və hər birimiz o ailədən keçəcəyik. Hər birimiz. Keçənlər artıq ünsiyyətin nə qədər sirli, nə qədər möcüzəvi, nə qədər gizli və nə qədər güclü olduğunu bilirlər. O bir məsəl var. Söz var. Söz var. Dağa qaldırar. Söz var. Dağdan indirər. Bugünkü mövzu müasir ailədə ünsiyyət problemi. Çox fikirləşdik, adını necə qoyaq? Əsasən gəlin razılaşağın ki, problemin çoxusu müasir ailələrdədir. Yəni 90-cı, 80-ci illərin ailələrində bu problem demək olar ki, olmayıb, olubsa da az olub. Amma müasir ailəmizin niyə ünsiyyət, qarşılıqlı sevgi, ehtiram, hörməti saxlamaq əvəzinə oraya yazmışıq ünsiyyət problemi. Bir sual yaransın. Hər birinizə aiddir. Sonuncu dəfə bir düşünün, sadəcə düşünün öz aranızda. Bizim kiminlə söz mübahisəmiz olub, bu anlaşılmazlığımız olub. Sadəcə düşünün. Bu sayı əgər birdən çoxdursa, bu sayı əgər davamlıdırsa, haradasa mənim yanlışım var. Bizi biri-birinə bağlayan ünsiyyət vasitəsini tənzimləməsəm, mən çox sevə bilərəm. Mən çox istəyə bilərəm. Sevgi instinktdir. Amma ünsiyyət bacarıq. Biz sizlə ünsiyyəti bilərəkdən, istəyərəkdən qurmalıyıq. Gözləməli deyilik. Kimsə bizə kömək eləsin. Ünsiyyət qurulan yerdə yoldaşlıq olur. Və bugün mən sizə dediyim kimi səhnə dialoqu olaraq başlamaq istəyirəm. Birinci mövzu, psixoloq olaraq ən çox müraciət olunan mövzu. Sizcə hansı mövzudur? Ünsiyyətdə nə? Hansı mövzu konkret? Orada qeyd eləmişəm, vaxt ayırmaq mövzusu. Vaxt ayırmaq. Hamı narahatdır. Hamı vaxtın azlığından şikayət edir. Hamı. Amma görəsən, bu proses necə tənzimlənir? Mənə indiki halda dialoqu canlandıran iki şəxs lazımdır. Bir xanım, bir bəy olsun. Əslində fikirləşmişdim ki, tam düzün deyim sizə, fikirləşdim birincini mən özüm istifadə edeyim diksiya ilə. Amma belə baxıram, maşallah, auditoriya əladır. Siz gəlin, siz də gəlin. Klassik ailə mübahisəsini indi canlandıracağıq. Hansı ki, haqlı olaraq baxsaq, hər iki tərəf haqlıdır. Amma mübahisə var. Buyurun, dinləyək. Sən son vaxtlar ümumiyyətlə mənə vaxt ayırmırsan. Yəni başladım. Mən işləyirəm axı, bunu anlamırsan? Mən hər şeyi başa düşürəm, amma sən məni başa düşmürsən. Mən nə edim? İşləyirəm, evdə oturum. Mən səndən bunu istəmirəm. Mən sadəcə və sadəcə diqqət istəyirəm. Mənə diqqət lazımdır. Mən də hər şey qoyub evdə oturum. Sən mənim hisslərimi heç vaxt ciddiyə almırsan. Çünki sən hər şeyə problemə çevirirsən. Sən məni ümumiyyətlə anlamırsan. Deməli problem mənəm? Problem yaradan sənsən. Sən həmişə narazısan. Sual yaransa ki, hansı tərəf haqlıdır? Ailə mübahisələrində haqlı-haqsızı düşünsək, mübahisə böyüyür. Hər iki tərəfin öz haqlı yanaşması var. Ailə məhz birgəlikdir. Yəni, birgə bu məsələyə vaxt ayırmaq, birgə müzakirə eləməkdir. Və buna görə bu səbəbdən eyni mövzunun biraz yumuşaq forması, sözlərin deyilişinin dəyişilmiş formasını verirəm. Bir ona dinləyək. Mən səninlə bir şeyi bölüşmək istəyirəm.
Son vaxtlar özümü biraz tək hiss edirəm. Nə demək istəyirsən, nə olub? Sənin çox işlədiyini bilirəm. Amma bəzən səninlə daha çox vaxt keçirməyə ehtiyac duyuram. Düzünü desəm, bu cür hiss elədiyini bilmirdim. Mən səni qınamaq istəmirəm. Sadəcə bunu hiss etdiyimi demək istəyirəm. Yaxşı ki dedin. Mən də istəyirəm ki, sən özünü tək hiss etməyəsən. Bunu deməyin mənim üçün çox önəmlidir. Gəl özümüzə bir gün planlayaq. Məsələn, həftənin bir günü yalnız özümüz üçün. Bu mənə çox yaxşı gələr. Əla olar. Keçə bilərsiniz, elə aşağıda olsun. Deməli, dialoqun məğzindən də görürük ki, problem narahatlıq yerində qalır, ona dəymirik. Amma iki şəxsin bu mövzuya yanaşmasını dəyişən kimi münasibətlər tənzimlənə bilir. Bu baxımdan biz həmişə qarşı tərəfi anlamağa çalışmalıyıq. Bacardığımız qədər. Slayddan göründüyü kimi əsas suallardan biri insanlar niyə bir-birini anlamır? Qarşı tərəfin problemlərinə qulaq asmırlar, dinləmirlər. Hər kəs öz probleminə yönəlir. Amma iki tərəf də bir-birinin problemini fasilə verib dinləsələr, məncə bir-birlərini anlayarlar. Düşünürəm ki, əslində empatiya hissinin olmamasından da irəli gəlir. Belə ki, insanlar bayaq da xanımın vurğuladığı kimi hər kəs öz probleminə, öz stresinə yüklənir. Gəlib qarşısındakı insanı anlaya bilmir. Empatiya qura bilmir qarşısındakı ilə. Məsələn, bayaqki göstərdiyiniz kimi də səhnədə canlandırılan səhnədən danışıram. Orada belə deyək də bəylə xanım əslində iki fərqli ailə gördük də, belə deyək. Birində daha anlayışlı, birində daha belə problemli ailə idi. Problemli ailədə bilirsiz nə var idi əslində? Hər iki tərəf sadəcə öz istəklərinə fokuslanmışdılar. Bəy sadəcə iş yükündə idi, stressdə idi. Xanım isə daha çox, yəni özünə qayğı, istək tələb eləyirdi, belə deyək, mədəni şəkildə. İkinci ailədə isə daha çox belə deyim də anlayışlı formada idi, empatiya var idi aralarındakı, anlayışla qarşılayırlar bir-birlərini. Düşüncəm budur. Məncə ailələrdə aktiv dinləmə, empatiya, xanımın dediyi kimi də və anlayış yoxdur. Ailələr hamısı problem olanda daha çox yönəlirlər ki, kim düz deyir, kim problemi daha pis yönəlir və biz dinləməkdən çox qarşımızdakını sözünü necə əksinə çevirəcəyimizə, ona necə cavab verəcəyimizə yönəlirik. Onu dinləməkdən çox öz cavabımıza yönəlirik. Buna görə də problemlərin əksəriyyəti bu sferada yaranır. Mən sırf sizə əks bir fikirlə gəlmişəmsə, yəni başdan bu formada gəlmişəmsə, siz nə edirsiniz eləyin, insanda onu dəyişə bilməyəcəksiniz. Məsələ burada birinci eşidib sonra arqumentin yaranmağı var. Bir də var ki, mən arqumenti özümdə tuturam, ondan sonra gəlirəm sizə o arqumenti yeritməyə çalışıram. Belə olanda məsələn orada slaydda da görürsüz 6-9 məsələsi. Mən başdan 6 kimi görmüşəmsə bunu inanmışamsa, artıq bunu dəyişəməyəcəm. Əlavə eləyim, yəni onların belə deyək, insan öz mövqeyindən tərk eləməlidir. Digərinin mövqeyindən baxmağa bacarmalıdır. Bunun üçün də biz hər zaman öz üzərimizə işləməliyik. Yəni gördüyümüz hadisə bizim baxış bucağımızdır. Bunun üçün kifayət qədər mütaliə lazımdır, insanlar arasında olmaq lazımdır ki, biz müxtəlif mədəniyyətlər, yanaşmalar görək, görəndən sonra inkişaf eləyək və soyuqqanlı olmağa başlayaq. Düzdürmü? Buyurun siz də deyin. Açığı mənim fikrim odur ki, digər yoldaşların fikrinə də tam şəkildə razıyam. Empatiya və digər şeylərdə çox böyük bir rol oynayır bu prosesdə. Lakin belə bir şey var ki, siz qarşındakına arqument deyəndə, məsələn, ona qarşı bir şey deyəndə, avtomatik insanda belə aqressiya yaranır. Birinci növbədə mən fikirləşirəm ki, emosiyanın idarə edilməsi böyük rol oynayır. Məncə deyiliş tərzindən də asılıdır. Hətta belə bir üsul var, sendviç üsulu. Bu üsulda biz həm yaxşı tərəfini deyirik, onun üstündən pis tərəfi deyirik, sonra yenidən yaxşını. Beləliklə həm daha səmimi tərzdə sakitçiliklə izah etmiş oluruq, həm də problem həll olunmuş olur. Məncə buna görə də ola bilər. Hamımız deyirik ki, empatiya lazımdır. Amma buradakıların 90%-ində anlaşmadığı adamlar var. Razıyıq. Həmin o şeyi biz özümüzdə niyə tətbiq edə bilmirik? Sual burada yaranır. Yəni bilirik empatiya lazımdır. Amma hamımızın da danışıb razılaşa bilmədiyimiz insanlarımız var. Mən fərdi qəbullar vaxtı onların siyasətini çıxarda bilirəm. Amma onlar da bilir ki, empatiya lazımdır. Deməli məsələ tək empatiya deyil. Nədir ünsiyyət? Bildiyimiz dildə deyək. Buyurun.
Ünsiyyət mənə görə danışmaqdan çox dinləməkdir qarşı tərəfi, onun fikirlərinə hörmət eləyərək, həm öz fikirlərimə hörmət eləyərək onu dinləməkdir və hisslərimizi, duyğularımızı gizlətmədən səmimi bir şəkildə gerçək olanları bir-birimizlə bölüşməkdir. Psixologiyada duyğu tökülməsi deyə bir anlayış var. Biz insanlara qapalı yox, açıq suallar verdikdə, insanlar danışdıqca danışır və biz onların problemlərinin nə olduğunu tam aydın başa düşə bilərik və düz deyib danışa bilərik, amma sakit onu dinləyə də bilərik. Amma insana sual verdikdə, açıq sual verdikdə, insan dinlədiyinin daha da fərqinə varır və bilir ki, həqiqətən o insan onu dinləyir və düzgün ünsiyyət elə buradan da yarana bilər mənə görə. Bu alqışlar hamınızındır. Hər birinizin fikrində həqiqət var. Amma dinləmək məsələsi çox vacibdir. Çünki biz dinləyə bilmirik adətən. Alqışlar birimizi. Klassik ailə mübahisələrindən biri. İkinci, qısqanclıq məsələsi. Ki, daha çox eşidirik. Qısqanclığın həddi yoxdur. Ən xırda detaldan tutmuş, ən pik həddə qədər ola bilir. Ona görə mənə iki yoldaş lazım olacaq. Xanım və bəy. Kim olsun? Xanım, siz gəlin. Bəy, gəlin. Yaxınlaşın zəhmət olun. Tanış olun. Bir vərəq verəcəm. İkinci də tanış olun. Təxmin tanış olun. Ozağa baxın. Diqqətlə diyaloqa qulaq asın. Sizin də mövzularınızdan biri budur. Burada rolu fərqli eləmişəm. Fərqi ondadır ki, burada kişi qısqanır. Amma adətən təcrübə göstərib ki, xanımlar daha çox qısqanır bu yaşlarda. Başlayağın, hazırlıq, mənimsədik. Yəni, oradakı cümləni cümlə deməyə də bilərik. Ona oxşar bir şey deməliyik. Başlayaq. Niyə mesajıma gec cavab verdin? Sadəcə məşğul idim. Həmişə eyni söz. Nə ilə məşğul idin ki, bu qədər? Mən sənə hər dəqiqə hesabat verməliyəm. Söhbət hesabatdan getmir. Mən sadəcə bilmək istəyirəm. Yox, sən məni yoxlayırsan. Çünki sən mənə səbəb verirsən. Mən nə etmişəm ki, sən mənə güvənmirsən? Sənin davranışların normal deyil. Problem mən deyiləm, sənin şübhələrindir. Şübhələri də sən yaradırsan. Yenə başladı. Və ünsiyyət burada dayanır. Yenə başladı, uzağa çıxır, gedir. Kişi səsini biraz da qaldırır. Mövzu bu formada qalır. Arada inciklik var, arada küskünlük var və başqa işlərdə bu prosesdə toqquşma olmağı ehtimalı 90%-dir. Ola bilər, həmin anla xanım arası getməlidir. Bu mövzu artıq müzakirəyə açıq olmur. Və təxminən mövzunun düzgün versiyasını verirəm. Bir tanış olun və başlayın. Başladıq. Sən mesajıma gec cavab verəndə narahat oluram. Narahat olduğunu başa düşürəm. Sadəcə ona məşğul idim. Bilirəm ki, bilərək etmirsən, amma bəzən özümü kənarda qalmış kimi hiss edirəm. Bunu belə hiss etdiyini bilmirdim. Mən səni pərişan etmək istəməzdim. Mən səni ittiham etmirəm. Sadəcə hissimi paylaşmaq istəyirəm. Bunu belə deməyin daha rahat qəbul olunur. İstəsəm məşğul olanda qısa xəbər verə bilərəm. Bu mənə kifayətdir. Mən də gərginləşməliyim. Əsas odur ki, aramızda güvən olsun. Bəli, bu mənim üçün ən vacibidir. Keçə bilərsiniz, əyləşə bilərsiniz, keçin. Bu cür cavablar, hardan yaranır sualını versəz, adətən danışan vaxtı izah edirəm ki, nə desə sənə rahatdır. Nə desə sən qəbul eləyərsən, bu cavabları qarşı tərəflər mənə veriblər. Aydındır, qarşı tərəf mənə bu formada yanaşsaydı, mən belə deyərdim deyə. Ona görə bu açar sözləri biz özümüzdə əlimizin altında ən vacib element kimi saxlamalıyıq. Ən xırda detal bir dənə sözdən dəyişə bilir. Ünsiyyətin 3 əsas komponenti, yəni ki, məlumatınız var, verbal, qeyri-verbal, emosional ünsiyyət. Verbal, hansı ki, danışıq vaxtı gördünüz ki, ünsiyyətdə düzgün sözlərin seçilməsi münaqişənin qabağını ala bilir. Düzdürmü? Mən istəyirəm ki, hamının mimikasını heç olmasa onu görüm. Və gəlir qeyri-verbal. Mimika, jestlər, səs tonu. Bu sözlü qədər çox vacibdir. Və bunu idarə edə bilən insan yaranmış münaqişəni vaxtında səmərli formada bitirə bilir. Və emosional ünsiyyət.
Siz bilirsiniz, təmas, jest, danışan vaxtı insanlara nə qədər xoş təsir edir. Adi bir əlin çiynə toxunması, oxşama, gestikulyasiya olaraq başımızı tərpətməyimiz, hansı ki, mən də istəyirəm sizdən ona, baxıram ki, gücdən tərpədirsiniz. Bunlar qarşı tərəfi onu anladığını hiss elətdirir. Siz sadəcə özünüzdə bir təcrübə kimi bir gün, 2 gün danışan vaxtı bundan istifadə eləyin. Görün, qarşı tərəf sizə daha anlaşılan şeylər danışmağa başlayacaq. Bəlkə ürəyini açacaqsa. Çünki hər kəs dinlənilməyə möhtacdır. Ehtiyac hissi var. Necə danışma ehtiyacımız var? Susmadan dayana bilərik biz. Dinlənilmə ehtiyacımız var da, kimsə bizi dinləməlidir. Və o ehtiyacı normal insanlarla bölüşmək hamının arzusudur. Nə qədər biz anlayışı var, orada birgəlik anlayışı var. Biz bunu eləməliyik. Birgə bu addımı atmalıyıq. Yəni sən, mən, nə vaxt ki biz olur, onda empatiyada daha uğurlu addımlar atmaq olar. Empatiyanı qurmaqla. Hər zaman, bayaq bundan qabaq biz danışdıq, haqlı, haqsız tərəfi biz müzakirə eləmirik. Biz anlamaq tərəfinə yanaşırıq. Sənin düşdüyün vəziyyəti anlayıram. Haqlısan, haqsızsan, bu indi mövzusu deyil. Mən başa düşsəm, siz başa düşsəz, biz başa düşsək ki, bizi anlayırlar, biz düşdüyümüz vəziyyətin daha rahat çıxa bilərik. Səhv insan üçündür. Bu baxımdan səhv etmədən çəkinməyin. Sadəcə həmin səhvi tez bir zamanda anlayıb düzəltmək lazımdır və sonuncu auditoriya bir tapşırıq verim. Bununla da yekunlaşdıq. 2 dialoq qaldı, amma biz verilişdən sonra da bu mövzunu müzakirə edə bilərik. Bugün, günü bugün. Bu praktik təcrübədir. Evdə ünsiyyəti siz başlayın. Gözləməyin kimsə sizlə ünsiyyətə başlasın və kimsə hansı jest eləsin. 15 dəqiqə, 20 dəqiqə, həftədə bir dəfə kifayət edir. Həftədə bir dəfə 15-20 dəqiqə kifayət edir ki, biz öz münasibətlərimizi daha düzgün, daha anlaşılan formata salaq. Telefon sönür, elektron nə varsa sönür, qarşılıqlı formada. Və qarşı tərəf telefonu sönür, 15-20 dəqiqə biz danışırıq. Sual gələ bilər, biz nə danışa bilərik? Çünki təcrübə olmuyor, bir gülməli gəlir. Sizi inandırım ki, ilk günlər çətinlik olacaq, amma 2 həftədən, 3 həftədən sonra özünüz darıxacaqsınız o danışmaq üçün. Çünki danışmaq bir ehtiyacdırsa, dinlənilmək də eyni ehtiyacdır. Bu ehtiyacı öz doğmalarımızla bölüşməliyik. Aydındırmı? Mən arzu edirəm ki, sizi dinləyən də, sizi başa düşən də elə sizin kimi insanlar olsun. Verilişin ənənəvi bir formatı var. ASTV-nin və mənim şəxsi təşəbbüsümlə bugün müzakirədə aktiv iştirak edənlərə, aktiv iştirak, daha doğrusu hamınız eləmişsiniz. Amma hədiyyələrimiz qısıtlı olduğu üçün təxmini bir seçim eləmə məcburiyyətindəyəm. Amma hər birinizlə ayrıca görüşə də bilərik, qonaq da ola bilərik, bizim mərkəzdə də biz bu mövzunu müzakirə edə bilərik. Amma 3 nəfər seçmək istəyirəm. Siz təbrik edirəm, həyatda uğurlar arzulayıram. Siz təbrik edirəm. Sağ olun. Bir də bəy, siz. Təbrik edirəm, uğurlar. Bir dənə özümüzə ürəkdən alqışlayaq. Sizə dərin təşəkkürümü bildirirəm. Bir xatirə şəkli ilə də bu anı əbədiləşdirmək istəyirəm.